Müharibələrdən xəbərimiz var. Biz sülh daşıyıcıları olaraq bütün dünyada sülh olsun istəyirik və Tanrının ədalətini çağırırıq hər bir anlaşılmazlığın üzərinə. Və əziz dostlar, mən sizə bu bayrağı göstərmək istəyirəm. Baxın, bu bayrağın üzərində nə var? Ulduz var. Bu ulduz Davudun ulduzudur. Bu xalq bu bayrağı üzərində kəsdirir. Həqiqi Tanrıya inanan bir xalqdır. Yeri göyü yaradan, küll ixtiyar sahibi, var olan, var olmuş və gələcəkdə olan Rəbbə bu xalqa inanır. Bunların içində Məsihi qəbul edənlər də var. Hələ Məsih gələcək deyib gözləyənlər də var. Amma Tanrının kəlamı deyir ki, mən öz xalqımı özüm cəzalandıra bilərəm, amma başqa əllərə heç vaxt vermərəm. Onun üçün də mən bu ulduza aid bir kəlam, yeni əhddən bir kəlam oxumaq istəyirəm və bu xalq üçün bir yerdə dua edək ki, Tanrı ədaləti ilə gəlsin. Bəli, bütün ölkələr istəyir ki, yəni bütün insanlar, ölkələr insanları, bütün dünyada sülh olsun. Biz sülh daşıyanlarla var, sülhümü qoyub gedirəm, Tanrı sizə. Amma yenə də deyirəm, Rəbb özünkiləri qorumağa qadirdir və hər yerdə sülh üçün biz dua edəcəyik. Ədaləti bərqərar olsun Tanrının yeryüzündə, İsa Məsihin adıyla. Gəlin keçək və kitabından qalama. Tanrı yenə deyir, mən İsa öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun kökü və nəsli parlaq dan ulduzuyam. Bunu kim deyir? İsa deyir və kitabında. Əziz dostlar, və kitabı 22-ci başlığın 16-cı ayəsi. Bu ulduz üçün dedi. Amin. Əziz dostlar, onun üçün də gəlin haqqı, hüququ, ədaləti çağıraq yeryüzünə və kim haqlıdır, kim haqsızdır, Rəbbin önündə hər şey açıqdır və Tanrı öz planını qoy yerinə getirə bilsin. Bunun üçün dua edək, bu xalq üçün dua edək. İsa Məsihin adı ilə amin, amin, amin. Tanrım, sənin önündə baş əyirik, ya Rəbbim, ümidlə, imanla sənin önünə gəlirik, izzətli ata. Ya Rəbbim, kəlamın da deyir ki, nə bəxtiyardır, sülh carçıları, yəni sülh yaradanlar, izzətli ata. Ya Rəbbim, biz hər yerdə sülh istəyirik. Ya Rəbbim, qoy sənin iradən olsun, sənin ədalətin gəlsin yeryüzünə, ədalətinlə hər bir şeyi həll ilə, izzətli ata. Günahsız insanlar, günahsız evladlar, uşaqlar əzab, əziyyət çəkməsinlər, izzətli ata. Ya Rəbbim, Tanrım. Və hər şey sənin kontrolun altında olmağını biz də bilirik. Çünki sən hər şeyi görən, hər şeyi bilən, hər yerdə olan Tanrısan. Amma bizlərə də dua edildimsən, izzətli ata. Ya Rəbbim, biz dua edirik sənin xalqın üçün. İzzətli ata, sənin xalqının içində də günah eləyənlər olmasın. Günahdan uzaqlaşsınlar və sənin iradəni gözləsinlər. İradənə baş əysinlər, iradənin qarşısında. İzzətli ata, ya Rəbbim. Və hər yerdə sülh yaransın və həqiqət həmişə qalib gəlir və qalib gəlsin sənin, həqiqətin qalib gəlsin hər kəs. Həqiqətin altında azad olsun İsa Məsihin adı ilə. Amin, amin, amin. Halleluya. Biz həmin İsa'ya iman edirik ki, hansı ki, indi oxuduğum Vəh kitabında o deyir ki, mən o ulduzam, dan ulduzuyam və ilahilərlə, sizlərlə sağollaşırıq, əziz dostlar.
Rəbb qoy hər birinizə bol-bol xeyir-dua və bərəkət versin. Rəbb isə Məsihin adı ilə. Shit.